Aylıq 466 manata 3 otağa düzəlmə mənzil çəkməyə gəlmişik. Mənzil hazır 7% ipoteka ilə satılır. Bank ipotekası Kapital Bankdadır. 3 otağa düzəlmədir. Dəhlizdə gördüyünüz kimi şkaf yığılıb. Mənzil bahalı keyfiyyətli materiallarla təmir olunub. Elektronika çıxacaq qismən əşyalı satılır. Mətbəx mebeli gördüyünüz kimi çox keyfiyyətli materiallarla yığılıb. Burada balaca bir çıxış qoyulub. Dəhlizə çıxışı var. İstilik sistemi daxilidir. Bu yataq otağı. Sanuzel istip oldu. Həm üstəlik ayrı-ayrıdır. Gördüyünüz kimi keyfiyyətli təmir olunub. Yəni satmaq üçün yox, yaşayış üçün təmir olunub. Onun üçün də hamısı keyfiyyətli materiallarla təmir olunub. Bu uşaq otağıdır. Uşaq otağı mebeli çıxacaq. Bugünə qalan borcu 55 min manatdır. İlkin ödəniş isə 57 min manat. Nağd şəkildə 110 min manata satılır.